Prezidenti Aleksandr Vučić bugün Gürcistanın baş naziri İrakli Qobaxidze ile görüşecek. Görüşten sonra tərəflərin birgə mətbuat konfransı keçiriləcek. Rəsmi səfərlə Gürcistanda olan Vučić artıq prezident Mikhail Qavelaşvili ilə də görüşüb. Tərəflər iki ölkədə gedən siyasi prosesləri, qlobal sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasının əhəmiyyətini, həmçinin siyasi, iqtisadi, texnoloji, təhsil və elm tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Aleksandr Vučić və Mikhail Qavelaşvili həyat yoldaşları ilə birlikdə Gürcistan patriarxlığında olub. Katolikos patriarx 3-cü Şio ilə görüşüblər. Səfər hakim komanda tərəfindən müsbət qiymətləndirilir. Gürcistanın baş naziri İrakli Qobaxidze Serbiya prezidenti Aleksandr Vučićin səfərinə rəsmi ziyafət verib. Prezident həyat yoldaşı və hökumət nümayəndə heyəti ilə birlikdə dünən Tbilisiyə gəlib. Hökumət administrasiyasının məlumatına görə Qobaxidze Vučićin səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və Gürcistana göstərdiyi dəstəyə görə ona təşəkkür edib. Qonaqlar həmçinin funikulyora qalxaraq Tbilisinin mənzərəsini seyr ediblər. Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterini rəsmi olaraq açıb. Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ümid etdiyini bildirib ki, qalan 5 klasterdə gələn ay açılacaq. Lüksemburqda keçilən hökumətlər arası konfransda Marta Kos Ukraynaya danışıqlar çərçivəsini təqdim edib. Ukraynanın baş nazirinin müavini Taras Kaçka isə ölkəsinin Avropa İttifaqına üzvlük üçün bütün şərtləri yerinə yetirəcəyini bəyan edib. Moldovanın baş nazirinin müavini Kristina Gerasimova bu addımı ölkəsi üçün tarixi hadisə və Avropa İttifaqının yeni üzvlərinin qəbuluna hazırlaşdığını göstərən güclü siqnal adlandırıb. Avropa Parlamentində bu həftə müzakirəyə çıxarılacaq və səs verməyə qoyulacaq Gürcistanla bağlı qətnamə Tbilisidə siyasi müzakirələrin əsas mövzularından biridir. Müxalifət hesab edir ki, Avropa İttifaqının Gürcü arzusuna qarşı tənqidləri artır və hakimiyyət münasibətlərinin normallaşdırılması istiqamətində addım atmağa hazır deyil. Hakim komanda isə sənədi kəskin tənqid edərək belə qətnamələrin artıq əhəmiyyətinin itirdiyini bildirir. Rasa Yukuneviç Yenenin təqdim etdiyi sənəddə İMEDİ, Post TV və Rustav Yori telekanallarına qarşı sanksiyaların tətbiqi ilə bağlı düzəliş də yer alıb. Sənəddə Gürcü Arzusu partiyası ölkənin Avropa kursunu dəyişməkdə ittiham olunur və bir sıra şəxslərə qarşı sanksiyalar tələb edilir. Marneuli Bələdiyyəsinin kəndlərində yol infrastrukturunun yenilənməsi işləri davam edir. Böyük Muğanlı və İmir kəndlərində həyata keçirilən layihələrlə tanış olan bələdiyyə meri işlərin gedişini yerində qiymətləndirib və sakinlərlə görüşüb. Layihə çərçivəsində hər iki kənddə ümumilikdə 9 küçə təmir olunacaq. İşlərin ümumi dəyəri 1 milyon laridən çoxdur və tam şəkildə yerli büdcə hesabına maliyyələşdirilir. ABŞ prezidenti Donald Trump İranla razılaşmanın artıq əldə olunduğunu açıqlayıb. O, bu barədə Böyük Yeddilik Samitinin açılış ərəfəsində Fransa prezidenti ilə görüşü zamanı danışıb. Trumpın sözlərinə görə razılaşma İrana qarşı sanksiyaların yumuşaldılmasını nəzərdə tutmur və bu məsələ Tehranın gələcək davranışından asılı olacaq. ABŞ prezidenti bildirib ki, sənəd imzalandıqdan sonra onun məzmunu yaxın günlərdə ehtimal ki, Cümə günü ictimaiyyətə təqdim olunacaq.